Salam əleykum. Deməli, bugün biz infarkt haqqında danışaq. İnsan niyə infarkt olur? İnfarkt olmaması üçün nə etməliyik? Onu deyim ki, infarkt xəstəliyi, yəni ürək qan damar sistemindən ölüm dünyada birinci yerdə durur. Azərbaycanda da birinci yerdədir və təəssüf ki, Azərbaycan da dünyada öncül yerlərdən birini tutur. Bu niyə belədir bizdə? Qidalanma bizim mədəniyyətimizlə bağlıdır. Mən səbəbləri bir-bir sayım, sadalayım və siz də baxın. Deməli, birinci onu deyim ki, infarkt niyə baş verir? İnfarkt o zaman baş verir ki, ürəyimiz yaxşı qidalanmır. Ürəyin yaxşı qidalanmamasına səbəb ürəyi qidalandıran damarlarda bir problemlərin əmələ gəlməsidir. Məsələn, burada qan laxtası əmələ gələ bilər. Bu qan laxtası yavaş-yavaş böyüyür və damarı tutur. Təbii ki, damar tutulubsa, bu zaman damarın qidalandırdığı əzələ işləməyəcək. Və əzələnin atrofiyası baş verir, infarkt baş verir. Sonra bəzi hallarda elə olur ki, kiçik bir qan laxtası olur arteriyalarda və bu qan laxtası birdən-birə partlayır. Və bu zaman sürətli şəkildə, deməli, qanda axan trombositlər həmin partlamış olan hissəyə yapışır. Bədənimiz elə başa düşür ki, orada bir şiddətli qanaxma var. Və sürətli şəkildə damar tutulur və birdən-birə miokard infarktı baş verir. Bu çox ən ağır variantlarından biri bax budur. Buna biz deyirik arteriya damarlarının trombozu. Bəzən infeksion xəstəliklərdən də arteriya damarlarında problemlər ola bilər. Sonra arteriya damarlarının spazmı da baş verə bilər. Düzdür, bunlar az baş verir. Əsasən qan laxtası yavaş-yavaş necə deyirlər, çoxalır və yaxud da ki, xolesterin və xolesterin sələflərindən miqdar artır, yavaş-yavaş artır və damar mənfəzi daralır və bu zaman ürəyin qidalanması pozulur. Və bundan sonra infarkt baş verir. Baxdınız, gördünüzmü? Bax, bunların hamısının səbəbləri qan laxtası, xolesterin, qan laxtasının parçalanması və damarların spazmı. Bunların hamısının səbəbi nədir? Düzənsiz qidalanmaq və az hərəkət etmək. Dəfələrlə demişik, hər bir insan gündə minimum heç olmasa yarım saat yeyin gəzməlidir. Bunu 1 saat edəsəniz idealdır. Hər gün 1 saat yeyin gəzmək lazımdır. Bu bizə nə verir? Bu bizə qan dövranını yaxşılaşdırır. Qanımız daha yaxşı fırlanır və laxta əmələ gəlmir. Və kapilyarlarda durğunluq əmələ gəlmir, spazmlar əmələ gəlmir, xolesterin qalxmır. Amma tək biz hərəkət eləməklə bunun öhdəsindən gələ bilərikmi? Mən deyərdim ki, hərəkət işimizin 50%-dir. Yerdə qalan faizləri isə bizim qidalanmamıza aiddir, həyat tərzimizə aiddir. Qidalanmaq birinci növbədə sudan başlamalıdır. Biz gündə hər bir insan gündə minimum 1 litr və 1 litrdən çox çiy su içməliyik. Bəzi insanlar maye qəbul edir və bunu da su sayır. Elə deyil. İçdiyimiz çay, kompot, nə bilim, limonad bunlar suya aid deyil. Suya aid olan yalnız çiy sudur və yaxud da suya qarışdırılmış alma sirkəsi. Başqa heç nə suyun əvəzini vermir. Sonra birinci sudur və ikincisi qanı durulaşdıran bütün meyvələr, tərəvəzlər və qida vasitələrindən biz mütəmadi şəkildə istifadə etməliyik. Bunlar o qədərdirlər ki, inanırsınız bunları saymağa nə qədər zaman lazımdır. Deməli, alma sirkəsi birinci götürək. Həyatımıza tətbiq eləməliyik, qida vasitələrimizə tökməliyik, suya qarışdırıb içməliyik. Tərkibində bol C vitamini olan bütün qida vasitələri qanı durulaşdırır. Bunlara aiddir nə? Bütün təzə tərəvəzlərin hamısı. Məsələn, apelsin, mandarin, portağal, bunlar tərkibində C vitamini var. Soğan, sarımsaq, pomidor, bunlarda bol C vitamini var və bunlar qanı eyni zamanda çox durulaşdıran qida vasitələrindən biridir. Tərxun, Azərbaycanın gözəl məhsullarından biri tərxun. Gözəl qan durulaşdırıcıdır. Mütəmadi şəkildə zeytun yağından istifadə etmək çox gözəl faydalıdır. Sonra alma və nar. Almanın tərkibində qan durulaşdırıcılar var. Nar gözəl qan durulaşdırıcıdır. Çox istifadə eləməliyik. Nar şirəsindən istifadə eləməliyik. Nar eyni zamanda xolesterini də aşağı salır. Damar mənfəzini genişləndirir, qanı durulaşdırır, qan axımını rahatlaşdırır. Görürsünüz, elə insanlar var, deyir, mən əlim ayağım daimi soyuq olur. Bax, bu insanlar tez-tez nar yedikdən sonra bu hallar keçir. Sonra bizim damarlarımızın daxilinə xolesterin kütləsinin qarşısını almaq üçün bir də bizim bədənimizin kəpəkli qidalara ehtiyacı var. Yəni, kəpəkli qidalardan hazırlanmış taxıllar. Məsələn, kəpəkli çörək çox faydalıdır. Bol antioksidantları var.
Bundan mütəmadi şəkildə yeməliyik, istifadə etməliyik. Sonra arada sırada yulafdan istifadə etməliyik. Bunlardan istifadə edə bilərik. Sonra üzüm çox gözəl qan durulaşdırıcıdır və qan dövranını yaxşılaşdırır. Soğanın tərkibində zəngin kversetin adlı bir maddə var və bu maddə eyni zamanda damarların içərisini təmizləyir, damarları kirəzləşmədən qoruyur. Sarımsağın tərkibində allusin adlı maddə çox gözəl bir maddədir, güclü antioksidantdır və bu da damarlarımızı elastikləşdirir. Sonra dərman bitkilərindən zəncəfil çox istifadə etməliyik. Zəncəfil də qan durulaşdırıcıdır və qan dövranını yaxşılaşdırır. Ara sıra adı çayı içmək lazımdır. Biz bəzi yerlərdə biz bunu şalfey deyirik. Ürəyi qoruyan bitkilər sırasındadır. Yaşıl çay. Heç olmasa gündə bir stəkan yaşıl çay içməliyik. Bax, bu da gözəl bir çaydır. Yemişan bitkisi, ürəyin dostu, sevimli bir bitki, gözəl bir bitkidir. Ürəyin oksigena olan tələbatını azaldır, ürəyin vurma gücünü artırır, ürəyin qidalanmasını yaxşılaşdırır və ən əsası odur ki, xolesterindən və qan laxtasından əmələ gəlmiş trombozları azaldır. Sonra edə biləcəyimiz hərəkətlərdən ən yaxşılarından biri də mütəmadi zəli müalicəsi almaqdır. Heç olmasa ildə bir dəfə, 2 dəfə, 15 dənə, 20 dənə zəli buraxmaq. Zəlin ağzındakı hirodin və hirodin tərkibindəki maddələr qan laxtalanmasının qarşısını alır, qanı çox durulaşdırır və damar daxilinə yığılmış qan laxtalarını damarlardan təmizləyir və bunları əridir. Çox maraqlısı odur ki, bunları əridir. Bəzi damarında qan laxtası olan insanlar deyir ki, mən zəli qoymuram, ona görə ki, zəlini mən qoyandan sonra laxta düşər və gedər ürəyimi tutar, mən də ölərəm. Bu çox yanlış bir fikirdir. Zəli dişləyən zaman bizim qanımıza keçmiş hirodin adlı o maddənin tərkibindəki olan qan durulaşdırıcı lizinlər var, yəni laxtaları əridicilər. Yəni bu bizim qan damarlarımıza nə qədər həmin o hirodin hərəkət edərsə əgər, o qarşısına çıxan trombları əridir. Onu tərpətmir yerindən, qovmur yerindən, harasa aparmır, onun qopmasına səbəb olmur. Yəni ona görə bu yanlış fikri də biz başımızdan ataq və mütəmadi zəli qoyduraq. Sonra hizama müalicəsi gözəl müalicədir. Qan durulaşdırmaq üçün, qan dövranını yaxşılaşdırmaq üçün, qan dövranına maneə törədə bilən problemləri aradan qaldırmaq üçün hizama gözəl bir müalicədir. Heç olmasa ildə bir 4 dəfə də olsa hizamı elətdirək. Bax, bu da gözəl müalicələrdən biridir. Bəzi xəstəliklər var ki, bu xəstəliklər də zamanı da və vərdişlər zamanı da bizdə infarkt ola bilir. Məsələn, şəkər xəstələrində damar daxili daralmalar daha çox olur. Damar daxili çöküntülər də daha çox olur və bu insanlar da daha tez infarkta səbəb ola bilir. Sonra siqaret çəkmək. Bax, bu zamanda qan qatılaşır və bu insanlar daha tez infarkta səbəb ola bilir. Sonra bol şirniyyatlardan istifadə etmək. Şirniyyatlardan bol istifadə edən insanlarda da bağırsaq mikroflorası pozulur və bu insanların qanına daha böyük ölçülü pi hüceyrələri daxil olur və bunlar da bizim damarımızı tutur və miokard infarktına səbəb ola bilir. Sonra daimi şəkildə qan təzyiqi yuxarı olaraq gəzmək və bu zamanda damarlarda kirəzləşmələr və partlamalar daha böyük ehtimal ki, damarlarda partlamalar daha tez olur və yenə də infarkta səbəb ola bilir. Sonra xolesterin və xolesterin sələflərinin qalxmasıdır. Və bu da dediyim kimi az hərəkət edən insanlarda olur. Mütəmadi əgər biz hərəkət edəriksə və dediyim o meyvələr, tərəvəzlər, məsələn, kələmin sortları ki var, daha doğrusu kələmin qohumları, kələmdir, Brüssel kələmidir, sonra brokolidir. Bax, bunlardan mütəmadi istifadə etmək çox gözəldir. Sonra baxın, deməli, kələmdir, balaca-balaca doğrayın, köhdür balaca-balaca, çoğunduru balaca-balaca doğrayın və bunu sirkə ilə, duzla həftəbəcər deyirik, həftəlik tutmalar, turşular düzəldin. Bir həftə, elədiniz, üstündən bir həftə keçdi, bunu 3-4 günə yeyin və yenə düzəldin. Bax, bütün bu siz bunu məsələn yazdan, payızdan düz yaza qədər eləyə, hətta yayda da eləyə bilərsiniz. Bu o qədər qana fayda verir ki, bu həm qan durulaşdırıcıdır, həm probiotik özəlliyini artırır, həm qan dövranını yaxşılaşdırır. Yəni o qədər gözəl fermentləşmiş qidadır. Sonra qatıqdan, kefirdən mütəmadi istifadə eləyin. Məsələn, yemək yediyi üstünə 1-2 saatdan sonra axşam yaxşı olar ki, 1-2 stəkan qatıq için. Mağaza qatıqlarından, mağaza südünə üstünlük verməyin, qəti sürətdə ondan istifadə eləməyin. Kalpasadır, sasiskadır, hissə verilmiş yeməklərdir. Bax, bunlardan çox az istifadə eləyin. Bunu vərdiş halına gətirməyin. Çünki bunların hamısı da bizim qanımızı laxtalandıran səbəblərdən biridir
Mənə elə gəlir ki, biz geniş məlumat verdik. İnfarktın əmələ gəlməsi və infarktın qarşısını almaq üçün biz nə edə bilərik? İnşallah ki, bu videomuz da insanlar üçün faydalı oldu. Çox sağ olun, sağlam olun, biz də içində. Amin.